Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Əziz və dəyərli qardaşlar, bizləri izləyənlər. Allah çox şükürlər olsun ki, növbəti Ramazana gəlib çatdıq. Allah təala bizlərdən bu ayda etdiyimiz ibadətləri qəbul eləsin. Nöqsanlarımızı bizlərə bağışlasın. Həqiqətən növbəti Ramazana yetişən çoxlu xeyirlər əldə edib. Bir Ramazan da keçirirsənsə deməli əlavə savablar var, mükafat var. Allahın rəhmətini qazanmaq, cəhənnəm odundan qurtulmaq üçün böyük bir fürsətdir. Və hər bir müsəlman, öz nəfsdən xeyir istəyən müsəlman gəlir Ramazan ayında, ayında olan bütün fürsətlərdən yararlansın, o xeyirləri özündə toplasın, cəm eləsin. İmam-ı Zühli rahimehullah, Allah ona rəhmət eləsin, əhl-i sünnətin böyük imamlarından olur. Gözəl bir sözü var. Deyir, İzə cə Ramadan və İzə dəxələ Ramadan. Deyir, Ramazan ayı daxil olduğu zaman İnnəmə huvə tilavətül Qur'an və it'amut ta'am. Ramazan ayı daxil olduğu zaman bu ay Quran tilavətindən və insanlara yemək yedizdirməkdən ibarətdir. Yəni, ən çox, ən gözəl edilən əməllərdən biri bax bu ayda Allahın kitabını oxumaq və insanları yedizdirməkdir. Onlara iftar süfrəsi vermək, hər bir halda yedizdirmək, istər o sahur olsun, istər iftar süfrəsi olsun. Deyir, bu ay girdiyi zaman ən çox edilən, ən gözəl əməllərdən biri bax bu iki əməldir. Həqiqətən gözəl sözdür, çox dəyərli bir sözdür. Ona görə onların sözlərində həmişə bərəkət olub. Və bəs elə Peyğəmbər sallallahu aleyhi və səlləm onların dövrünü saadət dövrü adlandırmıyor. Yəni, ən xeyirli nəsil, ən xeyirli əsrdir mənim əsrim, sonra onlardan sonra gələnlərin əsri və onlardan sonra gələnlərin əsri bir rivayətə 3 dəfə deyir və onlardan sonra gələnlərin əsri. Deməli, ən xeyirli əsr onların əsridir və onların sözlərindən ibrət almaq hər birimizə lazımdır ki, biz də onlara oxşayaq, onlar kimi olaq, onların əməllərini edə bilməsək də. Bəli, Quran tilavəti bu ayda edilən ən böyük ibadətlərdən biridir. Ümumiyyətlə, bu ayda nə edirsən, et hamısı əzəmətlidir və böyükdür. Niyə də elə olmasın, Allahın kitabı Quran-ı Kərim dünya səmasına Ramazan ayında inib. Qədir gecəsində inib. Ümumiyyətlə, bütün səmavi kitablar Ramazan ayında inib. Və Quran-ı Kərim də Qədir gecəsində inib. Necə bunu bilirsən Allahın kitabından, Qədir surəsindən. Digər surələrdə gəlir ki, İnnən zəlnəhu fi leylətin mübarəkə. Biz onu mübarək bir gecədə nazil etdik. O da hansı gecədir? Qədir gecəsidir. Və bu ayda müsəlmanlar ən çox qayğı göstərdiyi bir şey Quran tilavətidir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayında bu Quran-ı Kərimi oxuyardı. Cəbrail aleyhissalam gələrdi və onlar bir yerdə Quranı təkrarlayardılar. Və bu da sünnədir. İnsan Ramazan ayı gəldikdə ən azı bir dəfə Quranı xətm eləməsi sünnədir. Və Quran-ı Kərimi oxumaq çox böyük faydaları var. Birinci, biləsən ki, Quran-ı Kərimi oxumaq sənin üçün şəfaətdir qiyamət günü. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Quranı oxuyun. Çünki o qiyamət günü şəfaəti olaraq gələcəkdir. Onu oxuyan üçün. Amma kim Quran oxumursa gör hansı xeyirdən məhrumdur? Quran şəfaət edəcək. Necə digər hədisdə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, oruc və Quran qiyamət günü sahibi üçün şəfaət edəcək. Oruc deyəcək ki, ey Rəbbim, onu yeməkdən, içməkdən, şəhvətə mane oldum, onu çəkindirdim, yeməkdən, içməkdən, şəhvətdən. Və məni onun üçün şəfaətçi elə. Quran deyəcək, ey Rəbbim, gecələri ona yatmağa mane oldum. Quran oxuyur, istəyir bu təravih namazında olsun, istəyir gecə Quran oxumaq olsun. Deyir, ona yatmağa mane oldum, məni onun üçün şəfaətçi et. İndi bax, Quran oxuya bilməyən insan gör hansı xeyirdən məhrum olub. Və nə qədər insanlar var bugün özdə müsəlman deyir. Elə qoy ibadət əhlindən danışında o birlər Allah onları ıslah eləsin. İbadət əhli içərisində Quran oxuya bilməyən nə qədər müsəlmanlar var. Gör nə qədər xeyirdən məhrum olmuşsan. Peyğəmbər sallallahu aleyhi və səlləm xeyrxalq insanlar, xeyirli insanlardan danışana deyir ki, xeyrukum mən təalləməl Qur'ana və əlləməhu. Sizin ən xeyirliniz Qur'anı oxuyan və öyrədəndir. Öyrənən və öyrədəndir. Bir insan ki, Quran oxuya bilmirsə və başqalarını öyrədmirsə, bax, xeyirli insan olmaqdan gör nə qədər məhrum olub. Allah-u Teala kitabında, Quran-ı Kərimdə, bax, bu Quranı ruh adlandırır, ruh. Biz səni öz əmrimizdən bir ruh nazil etdik.
Allah kitabını, Kur'an-ı Kerim'i ruh adlandırır. Nəyə görə? İnsanın bədənində ruh var. Ruh olmasa bədən, cəsəd yaşayar, xeyr, ölüdür. İnsanın qəlbində Kur'andan pay yoxdursa, ölü qəlbdir. Ölü qəlbdə hansı xeyirdən danışmaq olar? Allah kitabında Kur'an'ı ruh adlandırır. Çünkü hayatdır. İnsanın qəlbini yaşadır. Allah-u Teala kitabında Kur'an'ı hidayet yolu adlandırır. Qəlblərdə olanlara şəfa adlandırır. Necə ki kitabında buyurur. Ya eyyuhannas, ey insanlar, qad ca'atkum mev'izatun min rabbikum ve şifaun lima fis sudur ve hudan ve rahmeten lil mu'minin. Ve hudan ve rahmetun lil mu'minin. Ey insanlar, sizin üçün mövizə, Rəbbinizdən bir mövizə, öğüd, nəsihət. Kökslərdə olana şəfa, hidayət və müminlər üçün bir rəhmət gəlmişdir. Allah hidayət adlandırdı, hidayət yolu. Müminlər üçün bir rəhmət adlandırdı Kur'an-ı Kerimi. Öğüd, nəsihət adlandırdı. Kökslərdə olana şəfa, insanın qəlb xəstəlikləri var, şəfa adlandırdı. Qəlbdə nə qədər xəstəliklər var ki, onun müalicəsi Kur'anla olur. Həmçinin Kur'an bədəndə olan xəstəliklərə də şəfadır. Kur'an oxuya bilməyən insan necə bu xeyirlərdən istifadə edə bilər? Necə? Yoxsa nə qədər şeydən məhrumdur? Allah-u Teala kitabını Furqan adlandırır. Furqan, haqqı batildən ayırt edən. Kur'anı oxuya bilməyən, Kur'anın mənaları üzərində düşünə bilməyən necə haqqı batildən ayıra bilər? Onun mənalarını başa düşməyən necə haqqı batildən ayırt edə bilər? Təbərəkəl-ləzi nəzzələl furqan alə abdihi liyəkunə lil'aləminə nəzira. Aləmləri xəbərdar etsin deyə quluna, yəni Muhammed sallallahu aleyhi və səlləmə bu furqanı nazil edən Allah bərəkəti bol, böyük olandır, uca olandır. Allah Furqan adlandırdı kitabını. Bu kitab iman əhlinin, müminlərin imanını artırar. Lakin münafiqlərin, bu kitaba iman gətirməyənlərin isə küfrünü, necə ki Allah Teala buyurur kitabında, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz bu Kur'an'dan insanlar üçün şəfa və müminlər üçün rəhmət olan surələr, ayələr nazil etdik. Lakin bu surələr bəzilərini isə nəyini artırır? İman gətirməyənlərin ziyanını, xüsranını artırır. Zalimların xüsranını, zərərini artırır. Bəli, elədir. Allah'ın kitabı nazil olanda münafiqlər istehza edərdilər. Peyğəmbər sallallahu aleyhi və səlləmə müminlərə istehza edərdiniz Allah kitabında buyurur. وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ اَيُّكُمْ زَادَتُ هَذِهِ اِيمَانًا. Kur'an'dan bir sure nazil olduğu zaman onlardan bəzilər, yəni münafiqlərdən bəziləri belə deyərdiler. Bu sureler sizlerden kimin imanını artırıb? فَأَمَّا الَّذ۪ينَ آمَنُوا iman getirenlere geldikdə فَزَادَتُمْ اِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ. İman getirenlere geldikdə ise bu onların imanını artırar ve onlar birbirlerini müjdeleyerler. وَأَمَّا الَّذ۪ينَ ف۪ي قُلُوبِهِمْ مَرَضٍ. Lakin qəlblərində xəstəlik, mərəz olanlara geldikdə ise فَزَادَتْهُمْ رِجْسًا إِلَى رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ. Lakin qəlblərində xəstəlik, mərəz olanlara gəlincə bu onların murdarlığı üzerine bir murdarlık artırar ve onlar kafir olarak ölərlər. Nə qədər belə insanlar var, Kur'an'a istehza edirlər. Kur'an'a tən edirlər. Əhlinə tən edirlər. Ve kafir olarak bu dünyadan köçüb gediblər ve elə də gedəcəklər. Bu onların murdarlığı üzerine bir murdarlık artır. Onlarda hansı xeyir ola bilər? Vallahi zərrə qədər belə xeyir yoxdur. Deməli bu Kur'an ya insanlara qaldıracaq ya da insanları alçaldacaq. Kim iman gətirib əməl edəcəksə şəni uca olacaq. Kim inkar edib küfr edəcəksə, qəbul etməyib istehza edəcəksə bu onların murdarlığı üzerine bir murdarlık artır ve onlar kafir olarak bu dünyadan köçüb gedərlər. Allah korusun. Onun için Kur'an-ı Kerim elə belədən nazil olmayıb, değerli kardeşler. İbn Teymiyyə Allah ona rəhmət eləsin buyurur ki, bir Kur'an'dan tələb olunan onun mənalarını başa düşüb əməl etməkdir. Kimdədir belə deyilsə, kim bunu Kur'an'ı belə əzbərləmiş deməli o bu Kur'an'dan faydalanmayıb. Onun əhlindən və din əhlindən sayılmır.
Yəni Quran əhlindən və din əhlindən sayılması üçün insanın, həqiqi din əhlindən sayılması üçün Quranın mənalarını başa düşməli və Qurana əməl etməlidir. Quran bunun üçün nazil olub. Necə Həsən Əl-Basri, Allah ona rəhmət eləsin, əhl-i sünnətin böyük imamlarından deyir ki, Quran deyir, ona əməl olunsun deyə nazil olub. Lakin bəzi insanlar əməli tilavətdən saydılar. Yəni mücərrəd olaraq oxumaq bu tələb olunmur. Bəli, oxumalısan. Buna şək yox. Hər hərfinə 10 savab var. Lakin əsas tələb olunan həmçinin mənasını başa düşməkdir. İnsanlar tədəbbür etsinlər deyə və ağıl sahibləri ibrət alsınlar deyə biz bu mübarək kitabı sənə nazil etdik. Deməli, mənasını başa düşmək lazımdır. Mücərrəd oxumaqla yox, təkcə yox. Bəli, oxumaq xeyirdir. Və elə bir kitabdır ki, doğrudan da bir nəzər yetir, bir düşün. Yeganə kitabdır ki, hər hərfinə 10 savab var. Və Allah da istədiyinə daha çox artırar. Bilirsən, bir salih əməlin mükafatı 10 mislindən 700-ə və daha artığınadır və Allah da istədiyinə artırar. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Qurandan yəni bir hərf oxuyarsa, ya bu bir həsənətdir və hər həsənət 10 mislindədir. 10 mislində. Mən demirəm ki, əlif, ləm, mim bir hərfdir. Lakin əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir. Deməli, hər hərfinə 10 savab var. Allah istəsə o 10 savabı 700 və daha artığını edər. Baxırsan necə oxuyursan. Mənasını düşünərək oxuyursanmı, başa düşürsənmi, əməl edirsənmi? Sənin oxumağın, əməl etməyinin müqabilində Allah ondan 700 və 700-dən daha artığını sənə bəxş edər. Gör, indi sən Quran-ı Kərimi oxuyanda, bir səhifə oxuyanda nə qədər savablar qazanırsan? Hər hərfinə 10 savabdır, 10. 300 mindən çox hərf var Quran-ı Kərimdə. Onu ona vur, 3 milyondan çox edir. Gün ərzində bu qədər savab qazana bilərik, qardaşlar. Səhər evdən çıx, axşam evə qayıt. Bu qədər savab qazanmaq olarmı? Amma Quran-ı Kərim oxumaqla gör nə qədər böyük savablar qazanır. İndi bax, Quran oxuya bilməyən gör nə qədər savablardan məhrumdur. Gör nə qədər əcrlərdən, mükafatlardan məhrumdur. Allahu Akbar. Ona görə gözəl və dəyərli qardaşlarım, Allahın kitabına dəyər verilməyə lazım, xüsusən Ramazan ayında. Oxumaq. Sələf-i salih, sahabələr, onlardan sonra gələnlər Ramazan ayında Quranı bir neçə dəfə xətm edərdilər. Ən azı bir dəfə. Bu ən azı bir dəfədir. Tələb olunan ən azı bir dəfədir. Deyil, vacib deyil, bəli, amma möminə yaraşan Ramazanda Quranı oxuyub xətm eləməsidir. Sahabələrdən, sələflərdən hər həftə, hər 3 gündən bir xətm edənlər olub. Və buna diqqət ayırardılar. Deməli, Quran-ı Kərim əzəmətli bir kitabdır. Xeyri, bərəkəti bol olan kitabdır. Lakin kimlər faydalanar? Oxuyanlar, ona əməl edənlər. Həmçinin dərsin əvvəlində dediyim kimi Ramazan ayı həmçinin yemək yedizdirmək ayıdır. İnsanlara səhur və ya iftar vermək üçün bir fürsətdir yedizdirmək. Yəni söhbət gün ortadan getmir. Sahur da verə bilərsən, iftar süfrəsi də verə bilərsən və ən yaxşı iftar süfrəsidir. Çünki kim bir orucunu yedizdirərsə, necə hədisdə ki, ona iftar süfrəsi verərsə, orucunun savabını qazanar. Allahın lütfuna bax, bura həmçinin orucunu yedizdirmək daxil şərt deyil ki, iftar verəsən. Ola bilər saat 12-dir. Adam orucludur, Ramazanda orucludur. Sən ona yemək verirsən. Ola bilər iftar eləyib. Lakin saat 10-dur, 11-dir. Taravihdən sonra, məsələn, çıxarsan, qardaş, gəl sənə mən yemək vermək, sənin yedizdirmək, həmən sahabı qazanırsan. Şərt deyil ki, iftar süfrəsi olsun. Ümumilikdə orucunu yedizdirirsənsə, bax, o sahaba nailsən, orucunun sahabını qazanmış olursan. Və sahabələr də bu işdə çox yarışardılar. Tabinlərdən biri deyir ki, Abu Hureyra ilə Şama getdi Muaviyyənin yanına. Deyir, gördüm ki, sahabələr yemək yedizdirməkdə yarışardılar. Təsəvvür elə, yemək yedizdirməkdə yarışardılar. Və bunda da israf yoxdur, yedizdir, ver, tök qabağına qoy yesin. Bir gün Ömər ibn Xattab Suheybə deyir ki, ey Suheyb, o da sahabə də Suheybi bilirsən. Və varlı sahabələrdən biri olur. O Məkkəyə gələndə heç də yox idi. Məkkədə varlı olur. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem dəvətli işlərindən sonra iman gətirir. Mühacirlərdəndir, ilk İslamı qəbul edənlərdəndir. Hicrət edəndə Qureyş buraxmır. Deyir, hara gedirsən?
Sən bizim yanımıza gələndə heç nə yox idi. İndi qazandın, varlandın, belə çıxıb getməksən, xeyr. Getmək istəyirsənsə, nə qazanmışsan, hamısını qoy sonra get. Və hər şeyini tərk edir, Allah və Rəsuluna doğru hicrət edir. Görə hər şeyindən keçir. Bugün müsəlmanlar var. Allahın dini üçün fədakar olmaq istəmir. 5 manat, 10 manat, 15 manat pulundan keçmək istəmir. Bəzən görsə ibadətlərində belə naqisdir, baxın, işinə görə ayarlayır. İşdə imkan varsa qılacağım, imkan yoxsa qılmayacağım, əsas işimdir. Və işinə görə cümə namazına gəlməyənlər var, cəmaət namazlarında iştirak etməyənlər var dünyasına, zinətinə görə. Amma sahabə qazandığı hər bir şeyi qoyub gedir. Hər bir şeyini. Tək ki, geçsin, hicrət eləsin, Peyğəmbər sallallahu aleyhi ve sellem yanında olsun, ona dəstək olsun, yardım eləsin və dinini rahat yaşasın. Ömər ibn Xattab Suheybə deyir ki, ey Suheyb, sən yaxşı kişisən, amma səndə bu 3 xislət olmaya. Və deyir, onlardan biri də deyir, yeməkdə israf edirsən. İsraf. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim. Deyir, israfa gəlincə yemək verməkdə. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim. Deyir, sizin ən xeyriniz yemək yedizdirəndir. Deməli, israfdan saymır, süfrəsini açır, bismillah, deyən oturun, yeyin için. Və sələflərdən biri deyir ki, deyir, dostlarıma süfrə açmağım, onlara yemək verməyim, qonaqlıq verməyim mənim üçün İsmail övladlarından qul azad etməkdən daha xeyirlidir, daha sevimlidir. Sevərdi dostlarına, yoldaşlarına süfrə açsın, onları qonaq eləsin. Deyir, İsmail övladlarından qul azad etməkdən mənə daha sevimlidir. Və böyük sahabı var, yemək yedizdirmək, xüsusən Ramazanda, xüsusən. Allah Resulü buyurur ki, sallallahu aleyhi ve sellem bir hədisdə, deyir, cənnətdə elə otaqlar var ki, onun zahirindən batini, batinindən zahiri görsənir. Deyirlər ki, Allah'ın Resulü, bu otaqlar kimlər üçündür? Buyurur ki, gözəl söz danışanlar, yemək yedizdirənlər, davamiyyətli oruç tutanlar və gecə vaxtı insanlar yatarkən durub namaz qılanlar üçündür. Gör, necə böyük sahabı var. Bir gün soruşdu, ey Allah'ın Resulü, insanların ən xeyirlisi kimdir? Allah'a ən xeyirli, sevimli insanlar kimdir? Ən gözəl əməllər, xeyirli əməllər, sevimli əməllər hansıdır Allah üçün? Allah Resulü buyurur ki, sallallahu aleyhi ve sellem, deyir, bir müsəlmanın qəlbinə sevinç bəxş eləməyin, onun kədərini, sıxıntısını aradan qaldırmağın, onu yedizdirməyin və onun borcunu ödəməyin ən xeyirli, Allah ən sevimli əməllərdən biridir. Bax, indi Ramazanda olsa gör necə, daha sevimli olmaz mı Allaha? Mükafatı, əcri daha böyük olmaz mı? Əlbəttə elədir. Ramazanda bütün savablar əzəmətlidir, böyükdür. Nəinki adi günlərdə etdiyinə baxanda. Məsələn, deyək ki, deyirəm, əgər adi vaxtlarda bir ibadətin mükafatı məsələn 10'dursa, Ramazanda bu 100'dür. Belə savablar, belə başa düş. Hər ibadət belədir Ramazan ayında, əzəmətlidir, günahlar da elədir. Çünki zaman, məkan baxımından, yəni məkanın, zamanın şərəfli olma baxımından günahlar da çox şiddətlidir, adi vaxtlarda edilən nisbətdə. Həmçinin cənnətə daxil olmaq üçün fürsətdir insanları yedizdirmək. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədniyə gələndə Abdullah ibn Sələm deyir ki, Yahudi olur, sonra İslamı qəbul edir. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədniyə gələndə hamı ona tərəf getdi, mən də getdim ona tərəf. Və ondan eşitdiyim ilk kəlmələrdən biridir bu idi. Ey insanlar, əfşus sələm, salamı yayın. Və at'imut ta'am, insanları yedizdirin. Qohumluq əlaqələrini möhkəmləndirin və insanlar gecə yatdığı zaman namaz qılın və beləcə cənnətə daxil olun. İlk dediği sözlərdən biri nə oldu? At'imut ta'am, insanlara yemək yedizdirin. Yemək. Və bir hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, at'imut ta'am, insanlara yemək verin. Onları yedizdirin. Və əfşus sələm, salamı yayın, Allah'ın əmr etdiyi qardaşlardan olun. Deməli, bu ay xeyirlərlə, bərəkətlə dolu bir aydır və ən çox edilən əməllərdən biri Quran tilavəti və yedizdirməkdir və bu gündə kasıbların könlünü almaq hər birimiz üçün vacibdir, qardaşlar.
Ne kadar insanlar var ki bugün bizim süfrede yediğimiz yemekler tapa bilmir vallahi. Belki aylarla et yemir. O güzel taamlardan dada bilmir. Lakin Ramazanda fürsəttir. Sen köksün geniş olsun, kalbin zengin olsun. Ve son olarak Allah kitabında cennet əhlini vəsf ettiği zaman gör nedir onlar hakkında. Onlar hakkında buyurur ki وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Onların özlerinin nefsi isteği çəksə də onlar miskinləri, fəqirləri, əsirləri, yetimləri yedizdirərlər. İnnəmə nut'imukum livəcihillahi la nuridu minkum cəzaən və la şukura. Biz sizləri Allahın üzünü diləyərək yedizdiririk. Allah üçün yedizdiririk və sizə heç bir təşəkkür də gözləmirik. İnnə nəxafu min Rabbinə yevmən əbusən qamtarira. Biz o günün o sert çətin gündən, yani qiyamət günündə Allah'tan, Rəbbimizdən qorxuruq. Və Allah-u Teala bizləri də bu ayda haqqı ilə Quran oxuyan qullardan eləsin. Oruç tutanları yedizdirənlərdən, onlara sahur və iftar verən qullardan eləsin. Bizləri ixlaslı eləsin. Və əhəmiyyətli şeylərdən biri də istər Quran tilavətində, istər kimisə yedizdirəndə ixlaslı olmaqdır. Əsas Allahın üzünü diləyərək eləməkdir. Başqaları səni tərifləsin deyə yox. Belə olacaqsa bu Ramazan ayını əli boş çıxacaq. Allah qorusun. Həkimlərsə bildi, mən 3-5 xətm elədim. Bunun üçün eləmirsən. Quranı bunun üçün oxumursan. Və görsünlər ki, yedizdirirəm, içizdirirəm oruç tutanları. Bunun üçün eləmə. Vallahi faydası olmayacaq. Allah Teala yalnız ixlaslı olan əməli qəbul edir. Belə Allah Teala bizləri xeyrə müvəffəq eləsin. Subhanakallahumma bihamdik, əşhadu an la ilahe illa ente estağfiruke ve atubu ileyk.